Dövlət Vergi Xidməti alış-veriş zamanı postterminalların tətbiqindən imtina və kartdan karta köçürmə hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir. Bu hallar iaşə və pərakəndə ticarət obyektlərində keçirilən monitorinqlər və operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən olunur. Belə ki, 2025-ci ilin yanvar-avqust ayları ərzində postterminallardan kartdan karta əməliyyatları da daxil istifadə ilə bağlı keçirilən nəzarət tədbirləri zamanı 1143 halda qanun pozuntusu halları aşkar olunub. Bir daha vergi ödəyicilərinin nəzərinə çatdırmaq istəyirik ki, postterminallar vasitəsilə həyata keçirilən ödənişlər həm şəffaflıq, həm təhlükəsizlik, həm də maliyyə intizamı baxımından vacibdir. Pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi istehlakçıların hüquqlarının pozulması deməkdir. Belə hallarda istehlakçılara postterminaldan çıxarış və nəzarət kassa aparatlarının çeki təqdim olunmur ki, bu da istehlakçıların öz hüquqlarını tələb etmək imkanını məhdudlaşdırır. Eyni zamanda belə hallar mal, iş və xidmətlər əlavə dəyər vergisi ödəyicilərindən alınarkən istehlakçıların ƏDV geri al layihəsindən faydalanmaq hüququndan məhrum olması ilə də nəticələnir. Qeyd edək ki, postterminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicinə 1000 manatdan 6000 manata qədər məbləğdə maliyyə sanksiyası tətbiq olunur. Dövlət Vergi Xidməti vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kartdan karta köçürmə əməliyyatları ilə deyil, yalnız postterminal tələb etməklə həyata keçirməyə çağırır. Eyni zamanda sahibkarlara vergi məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən yalnız postterminal vasitəsilə qəbul etməyi də tövsiyə edir.